Sərxan Kərəmoğlu. Sərxan Kərəmoğlu da demək olar ki, son vaxtlar deyir də, mən dedim, bunda olan o ensiklopedik yaddaş, həm də bu kişi arxivdir. Sərxan, elə xəbərləri deyirsən, mənim qulağıma gəlir çatır. Mən şok yaşayıram. Deyirlər bu Sərxan deyib, onu Sərxan deyib. Bir ikisini mən eşitdim, şok yaşadım. Mən şok yaşadım. Sən nələr bilirsən? Sənə gərək bir gün oturum, bir dəftərçədə ayrım qoyum. O yaşadığım şokların hamısını bura qeyd edim. Müğənni Sərxan Kərəmoğlu bəstəkar prodüser Asif Kərimovun ünvanından sərt ittihamlar səsləndirib. Vallahi bir gün yolu kəsəcəklər maşınla, tankla, nə bilim nə ilə. Deyəcəklər bilsən nə var? Dayan maşının qabağında. Bilirsən də axırı necə olacaq? Deyirsən axı. Müsavat.com xəbər verir ki, bu haqda Rəngələ verilişində danışıb. Sərxan Kərəmoğlu Asif Kərimovu hədəf alaraq Asif Kərimov prodüserdir ki, Asif Kərimov da Mətanət İskəndərlinin prodüseridir. Mətanət xanımı da bu günlərdə konsert oldu. Orada jurnalistlərlə, media işçilərlə, mediaçılarla Asif Kərimov görüşəndə belə sualları konkretləşdirməyə çalışdı. Onlara aqressiv cavab verdi. Aslında mən Asif müəllimi o qədər xətrini istəyirəm, o qədər çox istəyirəm ki, bəlkə deyərdim Azərbaycanda bir 3-4 nəfəri çox istəyirəm. Onlardan birisi Asif Kərimovdur. Həmişə onun yüksək intellekt sahibi olduğunu görmüşəm də. Amma doğrudan da mən belə şok yaşadım ki, Asif müəllim siz niyə belə etdiniz? Siz keyli adam deyilsiniz. Kifayət qədər reklamınız var, kifayət qədər sizin xətrinizi istəyirlər, kifayət qədər siz peşəkarsınız, amma niyə? Hansı müğənni sıfırdan sənətə gətirib Sərxan deyib, yenilik nə edib, hansı mahnıları var? Mətanət İskəndərliyə, Elnara Abdullayevaya konsertlər təşkil edib, cibinə 20.000 manat qoymaqlar prodüser olmur adam deyə Sərxan Kərəmoğlu deyib. Sərxan, yenə də deyirəm, bir gün ayılacaqsan ki, qarşında böyük bir tank dayanıb, qabaqda da, arxada da deyəcəklər dayan burada. Yenə də deyirəm, bilirsən də nələr olacaq, səndə bilsən nələr var.